Salam uşaqlar. Deməli, Poza kitabından mən bir-bir sizə mövzuların izahını verəcəm və siz də hər birini özünüz yazmağa çalışacaqsınız. Təbii ki, özünüzə bir dəqiqə qoyun ki, rahat yaza biləsiniz. Özünüzlə yarışın. Yəni öyle dayandırın misalı, pauza qoyun, gözləyin, özünüz yazın. Yaza bilməsəniz mənim yazdıqlarıma baxın. Müəllim olun. Bu qədər. Keçirik nəyə? Romb dərsi keçəcək bugün. Romb bütün tərəfləri bərabər olan dördbucaqlıdır. Eyni kvadrat kimi bütün tərəfləri bir-birinə bərabərdir. Yalnız fərqi ondan ibarətdir ki, rombun iki bucağı və iki kör bucağı var. İti bucaqları bir-birinə bərabər və qarşı-qarşıya durur. Kör bucaqlar da bir-birinə bərabər və yenə qarşı-qarşıya durur. Baxın, bucaq A ilə bucaq C bir-birinə bərabər olacaq. Alfa yazılıb. Bucaq B ilə bucaq B bir-birinə bərabər olacaq. Həmçinin bir və iki bucaqlar, yəni bucaq ilə kör bucağın cəmi həmişə 180 dərəcə olur. Yəni alfa ilə alfanın cəmi 180 dərəcə deyil. A, beta ilə betanın cəmi. Yalnızca və yalnızca iti bucaq və kör bucağın cəmi 180 dərəcə olacaq. Gəlin buna aid bir dənə misal işləyək və bunu da bir dənə mən sizə deyim ki, rombun diaqonalları fərqli olur bir-birinə, yəni uzunluqları fərqli olur. AC diaqonalı fərqli olur DB diaqonalının uzunluğundan. Yəni hələsi fərqli olur və bir qayda da var ki, rombun diaqonalları kəsişir. Hər bir diaqonallar kimi kəsişir. Kəsişəndə yarıya bölür. Yarıya böləcəksə. Yəni ki, misal üçün, bu rombdur da, düzdürmü? Bu bir diaqonaldır. Diaqonal kəsişəndə yarıya bölünür. X, Y, Y. Doğru mu? Doğru. Onda gəlin biz buna aid misallara baxaq. Misallara baxanda bir yerdə dediyim kimi dayandırın, özünüz işləyin ondan sonra. Misal üçün, buranı verib sizə uşaqlar 55 dərəcə. Bu 55 dərəcədirsə, avtomatik olaraq bilirsiniz ki, bu qayda çarpaz z qaydasına görə çarpaz bucaqlar, yəni bu çarpaz x-in solu ilə sağı həmişə bir-birinə nə olur? Bərabər olur. Burada mən bir çarpaz görürəm. Bir də bu qaydanı da mən sizə deyim. Bu qaydanı tətbiq edin və bu qaydanı bir qırağa yazın. Bu qaydanı yazın. Rombun diaqonalı Baxın, yazıram. Rombun diaqonalı deməli, bucağın təmbənidir. Bucağın təmbənidir. Bu zaman deyirəm ki, bu 5 dərəcədirsə, avtomatik olaraq nə olacaq? 5 dərəcə olacaq. Həmçinin qarşı tərəfdə dediyimiz kimi bərabər olduğu üçün bura 55-dirsə, bura 55 olacaq və burada 55 dərəcə olacaq. Bu birinci. Tapdıq ki, D bucağı 110 və B bucağı da 110 dərəcə. Bu aydındır. Biz bilirik ki, bir tərəf bitişik bucaqların cəmi 180 dərəcədir. Onda bura olacaq 70 dərəcə. 180-dən 110 çıxdı. Və bunlar bilirsiniz ki, diaqonal yarıya böldüyü üçün 70-i böləcəm 2 yerə. 35 dərəcə olaraq bölünəcək. Yəni ki, alfamız olacaq 55 dərəcə, betamız olacaq 35 dərəcə. Məncə aydın oldu. Sadə bir sual idi. Gəlin digərindən baxaq, aşağıya çevirirəm. Deyir ki, sizə baxın uşaqlar, ikinci bir qeyd yazıram. Bu misalda ikinci bir qeyd yazdıracağım mən sizə. Rombun diaqonalları bu əslində mənim yanıma gələn uşaqlar bilir və siz də indi biləcəksiniz. Diaqonalları kəsişəndə 90 dərəcə əmələ gətirir. Əslində niyəsi bilinir niyə görə belə olur, əmələ gətirir. Baxın, çünki biz bilirik ki, iti bucaqların ilə kör bucağın cəmi 180 dərəcə olur. Düzdürmü? Misal üçün, burada bir x desək, burada bir y desək, misal üçün, 2x üstə gələnsin, 2 bərabərdir nəyə? 180 dərəcəyə. Onda hər tərəfi 2-yə desək, x ilə y-in cəmi 90 dərəcə olacaq. Əgər x ilə y-in cəmi 90 dərəcədirsə, buradakı D3 bucağını görürsünüz. Məncə görürsünüz.
Bu üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Əziz dostlar, əziz şagirdlər, əziz abituriyentlər. X-in Y-in cəmi 90-dırsa, onda bu hissə nə olacaq? 90 dərəcə olacaq da 180-dən 90 çıxanda. Həqiqətən isbat etdik ki, bucaq trapesiya hamısını bilmirəm. Rombun diagonalları, yəni DB diagonalı ilə AC diagonalı bir-birinə nədir? Perpendikulardır. AC perpendikulardır B-yə. Yəni burada nə əmələ gəlir? 90 dərəcə əmələ gəlir. Düzdürmü? Bura 30 dərəcədirsə, avtomatik olaraq bura necə dərəcə olacaq? Bəli, 60 dərəcə olacaq. Çünki buranın cəmi 90 dərəcədir. Bəli, uşaqlar, bura ilə bura bir-birinə bərabərdir. Burada x-dirsə, qoy bir dənə bunu lövhəni sileyim bir dənə də. Uşaqlar, bura x-dirsə, burada x-dir. Düzdürmü? Hardan bilirəm? Çünki düşəndə yarıya bölünür. Bura x-dir, burada x-dir. Və baxın, iki xətti bir buradan qoyub, bir də buradan qoyub. Deməli, burada x-dir. Hə? Və mən burada bərabər yanını üç bucaq görürəm. 30 dərəcədirsə, 180 dərəcədən çıxır 30 dərəcədən təpə bucaq olduğuna görə 150 dərəcə. Bölürəm 2 yerə 75 dərəcə olaraq bölünür. Burada 75, burada 75 dərəcə. Devam edirəm. Məncə aydındır. Bilməsəz siz çevirib təzən arxaya baxa bilərsiniz. Eşkenar dörtgen, yəni rombdur demək istəyir uşaqlar. Burada 8, burada 9, yəni 17-dirsə, onda burada 17-dir uşaqlar. Burada 17-dir, burada 17. Çünki rombdur. Burada da bir düzbucaqlı üçbucaq görsündürü yendirib. X-i tapmaq üçün x kvadratı plus 8-in kvadratı Pifagor teoremi görürsünüz də. Yəqin ki, bunlar katet, bu da katet. Və bura hipotenuz sayılır. Onda x kvadratı üstəgəl 8-in kvadratı bərabərdir 17-nin kvadratı. X kvadratı plus 64 bərabərdir 289. X kvadratı bərabərdir 325. X də bərabərdir 15. Bu qədər sadə. Okey, gəl baxaq digər tip suallara və digəri bizə nə verəcək, onlara baxaq. Dördüncüyə baxaq. Dördüncü sualda eyni bu sualın eynisidir. Baxın, burada 4-2-dirsə, burada 4-2 olacaq. Və bucaq yenə görürük. Nə zaman olurdu ki, bucaqda əgər katet 4-dürsə, hipotenuz onun kök altında 2 misli olur. Bəli, bərabər yanı bucaqda. Bura 45-dirsə, burada 45-dir, düzdür uşaqlar. Onda bura 4-dürsə, burada 4-dür. Onda bura bucaqlar 45 olur. Uşaqlar çox oxumaq lazımdır, çox oxumaq lazımdır. Bu məntiqən fikirləşilir. 5-ci sual. Deyir ki, bura 140 dərəcə, bura təmbələndir uşaqlar. Deyir ki, bura x dərəcədirsə, baxın, x dərəcədir, düzdür uşaqlar. Onu bir var saysaq, diagonal da özü təmbələndir də. Diagonal 2x bölübsə, onda bu hissəsi 2x olacaq. Razıyıq? Razıyıq, bəli. İndi qulaq asırsınız uşaqlar. Baxaq ki, əlimizdə nə var? Buranın 144 dərəcə verib. Baxın, bura neçə dərəcə olacaq? Bax, bu hissə. Bu hissə əgər 2x-sə, onda burada nədir? 2x-dir də, düzdürmü? Baxın, özünüz görəcəksiniz. Əgər bura x bölünübsə, 2x-dirsə belə də ki, çarpı bucaq olduğu üçün, baxın, bu nədir? Çarpazdır. Orada 2x-dir. Onda bu üç bucaq var ya, bucaq B. Onların cəmi nəyə bərabər edir? 180 dərəcə. Yəni, x bucağı üstə gəlsin 2x bucağı, üstə gəlsin 144, bərabərdir 180. 2x bərabərdir 46-ya, 46-ya yox, 36-ya, x də bərabərdir 12-yə. İndi əziz gənclər, əzizlərim, deməli, bura əgər x 12-dirsə, burada 24, çünki bayaq 2x idi. Bura 24-dirsə, burada 24-dür. Oldu, bura 48 dərəcə. Bura 48 dərəcədirsə, bu nədir? Ona bitişik bucağıdır. Burada 132 dərəcə olacaq. Hə? Məncə, təzədən bir dənə də başa düşməsən, arxaya baxmağa dəyər.
Uşaqlar, romda belə bir sual verib bizə. 4 bucaqlı bu rombdur uşaqlar. Buraya 4 qaldırsa, bir tərəfi 6K olduğunu bilmiş ki, bütün tərəfləri bir-birinə bərabərdir. Qeyd edirik. Nə verilibsə qeyd edirik. Və burada 2 xat görürəm. Bu nə anlamı nədir? Bərabər bölünüb. 3K, 3K olaraq. Bunlar da uşaqlar nə edirəm? Bölürəm. Aha, burada bir şey tətbiq edəcəyik. O da nəyi tətbiq edəcəyik uşaqlar? Məncə, ağıllı uşaq, oxuyan uşaq buradakı 3 bucağı görüb. Baxın, 2 bucağı görüb. Neyim? Mən sizə deyim neyini uşaqlar burada. Biz bilirik ki, düz xat nədir? Tənbələndə düzdürmü? Tənbələndə bir dənə müəllim var idi. Buna. Tənbəlin xassəsi nədir? Sağ tərəfin, yəni bu hissənin bir A, B, N yazsa, A-nın N-ə, B-nin də N-ə nisbəti. Yəni 2K-nın 3-ə nisbəti bərabərdir 3K-nın nəyə nisbəti? X-a nisbəti. Doğru deyil? Bəli. K-lar X-la gedir yerində və bunu çarpaz vuracaqsınız. 2X bərabərdir 9-a. X də bərabər 4,5-ə. Aydın oldu mu? Məncə aydın oldu. Baxaq bura. ABCD bərabər romdur. Baba bu. Bu romdur. Buraların hər bir tərəfini gəlin